Son günlər sosial şəbəkələrdə köhnə bir video yenidən viral olub. Antarktidada koloniyasından ayrılaraq dağlara doğru təkbaşına hərəkət edən bir pinqvin sosial media gündəmini zəbt edib. Video ətrafında müxtəlif müzakirələr aparılıb, bəziləri bunu zarafatla pinqvinin kvap çəkməyə getməsi kimi şərh edib. Əslində isə mövzunun gündəm olmasının əsas səbəblərindən biri Ağ Evin paylaşımıdır. Sözü gedən paylaşımda Qrenlandiyanı almaq niyyətinə işarə edilməsi diqqət çəkib. Bu görüntü nihilist pinqvin memi olaraq tanınır və milyonlarla insanı həyatın mənası, yalnızlıq və tükənmə haqqında düşündürür. Videoda Adeliye cinsindən olan pinqvin koloniyadan uzaqlaşaraq qida və təhlükəsizlikdən uzaq olan buzlu dağlara doğru yönəlir. Bu, onun qaçılmaz ölümünə səbəb ola biləcək bir ölüm yürüyüşü kimi şərh olunur. Sözü gedən pinqvin hekayəsi əslində yeni deyil. Hekayənin kökü 2007-ci ilə gedib çıxır. Alman rejissoru Werner Herzogun Encounters at the End of the World sənədli filmində çəkilən bu səhnədə pinqvinin davranışı elm adamlarını belə çaşdırıb. Həmin vaxt alimlər bu halı naviqasiya instinktinin pozulması, iqlim dəyişiklikləri və ya gənc pinqvin təcrübəsizliyi ilə izah etmişdilər. Lakin sosial şəbəkələrdə yayılan hazırki kontentdə bu elmi izahlar arxa plana keçir, hekayə daha çox simvolik və emosional çalar qazanır.